Dadlı Əllər kanalından hər birinizə salam. Bugün sizlərlə birlikdə çox ləzzətli və xırçıltılı Napolyon tortu hazırlayacağıq. Öncəliklə bir stəkan suyun içərisinə 1 yemək qaşığı sirkə, 2 ədəd yumurtanın sarısı, bir ağcıq duz əlavə edib qarışdırırıq və bunu soyuducuda biraz rövlədirik. Daha sonra 600 qram kərə yağını 8 stəkan unun içərisinə rəndələyib qarışdırırıq. Yumurtalı qarışımı ilə yumşaq bir xəmir yoğururuq. Bu xəmiri çox yoğurmamağa diqqət edin. Xəmirimiz artıq hazırdır. Sarafana keçirərək ən az 1 saat soyuducuda gözlədirik. İndi isə keçirib kremin hazırlanışına. 1 stəkan şəkər tuzunun üzərinə 3 yemək qaşığı nişasta, 3 yemək qaşığı un və 2 ədəd yumurtanın sarısını əlavə edib yaxşıca qarışdırırıq. Oğlum sağ olsun, tortun kremini oğlumla birlikdə hazırlamışıq. 2 stəkan yarım südlə yavaş-yavaş əlavə edib qarışdırırıq və topak qalmamağına diqqət edirik. Azacıq xodda dayanmadan qarışdırmaq lazımdır ki, dibi yanmasın. Köpüklənib qaynamağa başladıqda isə 1 dəqiqə daha qarışdırırıq. Zövqə görə kremə limon qabığı rəndələməkdə olar. Kremin qabını dəyişib üzərini streçlə bağlayırıq və soyumasını gözləyirik. 250 qram otaq temperaturundakı yağı mikser ilə qarışdırıb üzərinə qatılaşdırılmış südü yavaş-yavaş əlavə edib krem hazırlayırıq. Kremimizin çürüməməsi üçün qaşıq-qaşıq əlavə edib qarışdırmaq lazımdır. Və beləliklə kremimiz hazırdır. Xəmirimizi soyuducudan götürürük və 2 hissəyə bölürük. Hər 2 hissədən 5 ədəd gündə çıxır. Toplar halına gətirdiyimiz xəmirimizin üzərinə örtürük ki, qurumasın. Gündələri bir-bir yayıb qapaq yardımı ilə kəsirik. Daha sonra isə xəmirimizin üzərinə çəngəl ilə dəliklər açırıq. Ardıcılığa davam edərək bütün korjları bişiririk. Və artıq korjlarımız da hazırdır. Qabın üzərinə azcıq krem sürtürük ki, korjlar sürüşməsin. Kremin üzərinə yeni korju qoyduqdan sonra əlimizlə azacıq bastırırıq. Ən sonda bir korju qızardıb üzəri üçün ovuruq və bu ovuntunu üzərinə səpirik. Və Napolyon tortumuz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Hələlik!